Deyilənə görə Makedoniyalı İskəndər bir çox ölkələri fəth etdikdən sonra İskəndəriyyə şəhərinə qayıdır. Elm və hikmətlə məşğul olur. O, bu şəhəri mədəniyyət mərkəzinə çevirməyə çalışır. İskəndər ən bilikli alimləri, filosofları hörmətlə sarayına dəvət edir, yazıb yaratmaq üçün onlara gözəl şərait qurur. Hətta bu alimlərə başqa dillərdə olan qiymətli əsərləri, kitabları belə Yunan dilinə tərcümə etdirir. İskəndər bununla dünya xalqları arasında xeyirxahlıq və ədalət toxumunu cücərtməyə çalışırdı. O bilirdi ki, xoşbəxt həyatın, gələcəyin açarı alim və filosofların əlindədir. Lakin alimlərdən filosof Diogen heç cür İskəndərin təklifini qəbul etmir, sarayda yaşamağa razılıq vermirdi. Bir gün Makedoniyalı İskəndər qərara alır ki, özü Diogenin ayağına getsin, onu çox böyük hörmətlə saraya dəvət etsin. Gənc hökmdar Diogenə yaxınlaşanda filosof günün qabağında uzanıb qızınırdı. İskəndər onun qarşısında durur, salamlayır. Diogen isə İskəndəri görmürmüş kimi gözünün ucu ilə hökmdara baxır və susur. İskəndər deyir, Diogen, nə arzun istəyin varsa de, məmnuniyyətlə yerinə yetirim. Diogen yerindən tərpənmədən çox sakitcə cavab verir. Bəli, hökmdar, bir istəyim var. Əgər mümkünsə, biraz kənara çəkil. Günəşin qabağını tutma. Axı mən qızınıram. Filosofun bu sözündən sonra İskəndər susur. Sakitcə sarayına doğru gedir. Kasıb, lakin gözü tox filosofun bu məğrurluğu İskəndəri heyrətə gətirir. İskəndər sonralar deyir ki, and olsun Tanrıya, əgər mən İskəndər olmasaydım, məğrur Diogen olmaq istərdim.